Siz de kriz anındakı uşağınıza uzun-uzun açıqlamalar verirsiniz. Deyir ki, ağlamağa başladı. Başlayırsınız ona, bax ağlamaq pis bir davranışdır. İndi ağlamasan sonra bunu edərik. Bax ağladığın üçün belə oldu. Nəsihətlər verməyə. Deyir ki, siz dənizdə boğulursunuz, dalğıc gəlib sizə batdığınız üçün düzgün üzmə qaydasını öyrədir. Bax, belə nəfəs alsaydın, bu cür hərəkət etsəydin, batmazdın. Amma sizin ehtiyacınız olan şey həmin anda sahilə çıxmaqdır. Eynilə kriz anındakı uşağın da ehtiyacı olan şey həmin anda anlaşıldığını hiss etməkdir. Həmin anda sakit formada uşağın yanına yaxınlaşıb, başa düşürəm, indi hirslənibsən, amma bunun səbəbini açıqlamaq istəsən, mən buradayım. Böyük ehtimal həmin uşaq həmin andakı öfkəsinə görə ilk başlarda yox, istəmirəm deyib kəsdirib atacaq. Amma zamanla onu qəbul edən bir valideynin olduğunu görüb, öz duyğularını düzgün şəkildə ifadə etməyi öyrənəcəkdir. Ona görə kriz anında nəsihətlər verməyi dayandırın. Öncə sahilə çıxmağı öyrənək.